Yaxşı. Onda uşaqlar biz elektromanyetik rəqslərlə baxanı mən sizə atacağım. Rahat girib baxmağınızı düşünürlər. Elektromanyetik rəqsləri Aynı zor. əvvəlki bölmələr məsələn, siz əziz seçirsiniz, elektrik yükü var, sabit cəryan var, o sual var olar. Var. Onlar atacağım sizə. Bunlar da qalacaq arxivdə. Nə vaxt istəsəniz mən atacağım sizə ki, çətininiz olsa o bölmələri işləyəsiniz. Yaxşı. Elektromanyetik rəqslər və dalğalar. Rəqs biz bilirdik ki, zaman keçdən təkrar hərəkət edir. Bizim üçün mexaniki rəqslərdə necə zaman keçdikcə koordinat, sürət və təcil zamana görə dəyişirdi. Bir dəfə biri maksimal, bir dəfə digəri maksimal. Zaman keçdikcə dəyişirdi. Ki, unutmuşam, bunu baxmayayım. Zaman keçdikcə dəyişirdi. Bu dəyişim sizə demişdik də, ya sinus ya da kosinus qanunu ilə dəyişir. Düzdür? Ya sinus bir də bu işıq səndə arada baxarsan da bir yer sonra əziyyət çəkilməsin. Ya sinus ya da kosinus qanunu ilə dəyişir bu dəyişim. Burada da zaman keçsən dəyişən kəmiyyətlər var. Bunlar da ayrı-ayrılıqda bir dənə mən sizə deyəcəm. Zaman keçsən nələr dəyişir, nə formadadır. Amma elektromanyetik rəqsləri rəqs konturunda gedir. Rəqs konturu nədir? Rəqs konturu asıl bir demək əvvəlcə kondensatorumuz var. Kondensatorumuz və dövrə sistemində sarğacımız olan bir sistem var. Və nəzrim bizim əvvəlcə bu tərəf açıqdır. Bizim kondensatorumuz toka birləşdirilir. Toka birləşdirilir. Belə deyək, burada bir dənə yer qoymuş olar. Doldurulur. Yəni dövrə sistemində birləşdirilib. Əvvəlcə kondensator doldurulur dövrə sistemində. Doldurulduqdan sonra biz bunu buradan ayırırıq. Kondensator doldu da artıq. Ayırdıq və birləşdirdik sarğac olan sistemə. Kondensator doldu. Kondensatorun olsa bilirsiniz ki, bir tərəfi müsbət, digər tərəfi mənfidir. Kondensator doldu və birləşdirildi sarğac olan sistemə. Vəssalam. İndi bir dəfə proses başlayacaq burada dövr etməyə. Bir dəfə kondensator dolacaq, bir dəfə sarğac dolacaq. Bir dəfə kondensator dolacaq, bir dəfə sarğac dolacaq. Bu belə dövr etməyə başlayacaq. Gələcək belə, dolacaq, bura təzən qayıdacaq belə. Bu proses periodik olduğu üçün rəqs konturu deyilir. Elektromanyetik rəqs adlanır. Aydındır? Rəqs nə idi? Zaman keçsin təkrarlanan hərəkət rəqs deyirik də. Təkrarlanırsa proses rəqs etmiş olur. Gedib məktəbə gedib gəlirsən, rəqs edirsən, yəni. Zaman keçsən o qədər təkrarlayırsan, ürəyin döyüntüsü rəqs etməsidir. Kursa gəlib gedirsiz, rəqs edirsiniz, dərsə gəlib gedirsiz, rəqs edirsiniz. Yəni bunu tezləşdirsək nə olar? Fikir vermisiniz? Yəni o tezləşdirsəz, o video kimi tezləşdirsəz və belə elektrik rəqs edirsiniz, yəni periodik hərəkət etmiş olursunuz. Vəssalam. Uşaqlar, əvvəla kondensator dolubsa, onun yükü maksimaldır. Onda gərginliyi də maksimaldır. Gərginlik maksimaldırsa, o zaman elektrik sahəsi tərəfdə olur. Elektrik sahəsinin enerjisi də maksimal olur. Digər tərəfdə sarğacımız var deyə, bu tərəfdə uşaqlar demək induktiv, induktivli olan tərəf bax buradır. Burada cəryan şiddəti olur. Onda bura minimaldır. Hələ ki boşdur. Bura doludur. Onda fisi də minimaldır. Onda maqnit sahəsinin enerjisi də minimaldır. Amma maqnit sahəsində yazdığı L kvadrat bölgü fi bölgü. Bunlar minimaldır. Hələ ki bura doludur. Bu tərəf boşdur. Və proses hərəkətə gəlməyə başlayır. Bunu rahat başa düşmək üçün mexaniki rəqslər bizim üçün vacibdir. Bu dərs çox sadədir. Uzağı sizin lap belə vaxtınızı alsın, 20 dəqiqə dərs testləri vaxtınızı alar. Uzaq başı. Çünki rahat bir dərsdir. Elə ondan ötürü, belə bir çətin bir dərs prosesi yoxdur. O rəqslər çətin idi. Mexanik rəqslər zaman alırdı nisbətən. Amma burada zaman alacaq bir proses yoxdur. Bunu ən yaxşı başa düşmək üçün uşaqlar, elə mexaniki rəqsləri başa düşəndə o hissəni bir dənə yadımıza salacağıq və bunun üzərində sistemi qurduğumuz zaman daha rahat anlayacaqsınız. Demək,
yay var idi, sıxılmış bir yay var. Sıxılmış bir yay var. Bura bir cisim qoymuşuq, sıxılmış yay var. Bu bizim sıfır xəttimiz. Bura bizim x max, bu da bizim x max idi və bunlar arasında nə edirdi? Rəqs edirdi. Radiasiya gəlir. Dayanıb saxlamışıq, buraxırıq. Gəlib burada ən sürətli keçdiyi hal buraydı. Bu nöqtələr arasında rəqs edir. Bu kənar nöqtələrdə sıfır olur və bu proses davam edir. Niyə mən bunu çəkdim? Niyə elektromaqnit rəqslərini mexaniki rəqslərlə misal verməyə çalışırıq? Məsələ nədir uşaqlar? Elektromaqnit rəqslərini ən rahat izah etmək üçün elə mexaniki rəqslərə baxaraq təyin etmək daha rahat. Nətəş x maksimaldırsa, onda Q də burada maksimaldır. Yaddan çıxartmırsınız. 1/4 periyodda bura boşalacaq, bura dolacaq. Tam periyod nə idi? Gedib qayıtmaq. Razısınız? Bura 4/1 idi. Bura 2/1. Təzədən qayıtdı. 4/3 tam periyod. Bu yadımızdaydı. Yadınızda İsmail yadındaydı bu. 4/1 gedib gəlmə prosesi. Rəqsi hərəkət prosesində yəni bunu yadımıza salaq. Yəni bunu yadımıza salaq. Bizim bu formada bir rəqs edir də. Məsələn, tutaq ki, yəni periyod nə idi? Bir tam dövrə sərf olunan zaman, gedib qayıtdığı zaman. Bax, bura. Bir periyodda 4x qədər yolda gedir deyirdik. Yəni elə bir ki, çevrənin prosesidir. Yəni 4 hissəyə bölürük. 4/1, 2/1, 4/3 tam periyod. 4/1, 2/1, 4/3 tam periyod prosesini biz yaşayırıq. Bax, bu eyni prosesdir. Yaxşı. Bax, heç bir dəyişiklik yoxdur. Eyni prosesdir. Onda ikinci biz rəqs konturunu çəkməyə məcbur olacaq bura. Buradan da rəqs konturunu çəkməsə başa düşməyəcəksiniz. Burada yenə kondensatorumuz var. Burada induktivliyimiz var. Burada mən yenə sizin üçün demək rəqs konturunun mexaniki rəqslərindən çəkəcəm. Bu bizim sıfır xəttimiz. Bura x max. Burada x max 4/1 hara düşdü? Gəldi baba bura düşdü. Sıfıra düşdü, hə? 4/1 periyoda gəlib çatarkən bax, onda bura olacaq Q'su minimal, U'su minimal, elektrik sahəsinin enerjisi minimal, amma digər tərəf cərəyan şiddəti olacaq maksimal. Onda F'si də max. Onda elektrik sahəsinin yox, maqnit sahəsinin enerjisi də olacaq məhz max. Neçədə bir periyodda? 4/1 periyodda. Təzədən birində çəkək. Burada hər hala özləri var. Bir dəfə eləyək, bir dəfə tutandan sonra söhbəti. Ondan sonra problem olmayacaq. Bir dəfə söhbəti tutacaqsınız ki, necə gedir, nə formada gedir. Aha, yenə mən burada sizin üçün rəqs konturuna görə sizin üçün burada çəkmiş olun. Bura sıfır xəttimiz olsun, bura x max, burada x max. Bu dəfə bizim gəlib burada dayanacaq. Neçədə bir periyoddur? 2/1. Aydındır. Yüce sistem hara qayıdır təzədən? Bura qayıdır. Yaxşımı? Bununla çəkmişik. Bura müsbət oldu, yuxarısı oldu, mənfi. Bura tutum olan yerdir, bura induktiv olan yerdir. İndi bura oldu minimal təzədən. F'si minimal, maqnit sahəsinin enerjisi minimal. Amma Q'sun olacaq max. U'sun olacaq max. Elektrik sahəsinin enerjisi olacaq max. Baxın uşaqlar, 4/1 periyodda biri boşalacaq, biri dolacaq. Biri boşalacaq, biri dolacaq. Bax, növbəti 4/1 hara gələcək? Bura. Yenə bura boşalacaq, bura dolacaq. Gələcək yenə tam periyoda, bura dolacaq, bura boşalacaq. Bir periyod ərzində 2 dəfə dolub, 2 dəfə boşalacaq. Bu qədər bitdi. Aydındırmı? Rəqs konturunda gedən proses budur. Bir dəfə dolur, bir dəfə boşalır. Bir dəfə dolur, bir dəfə boşalır. Amma neçədə bir prosesdə dolub boşaldı? 4/1. Razısınız? 4/1-də tamı boşalır. Sizə ən çox sual buradan gələcək. Neçədə birdə yarısı boşalar? 8/1.
8-də 1-də. 4-də 1-də tam boşalır. Bura gəldi tam boşaldı. Bizə deyir yarısı boşalması üçün bunun 4-də 1-in də yarısı neçədə 1 olacaq? Ən çox sual buradan gəlir. Aydındır. 16-da 1-də onun da yarısı boşalacaq. Yəni ancaq yaddan çıxartmırıq. Ən çox sual gəlir ki, neçədə 1 periodda yarısı boşalacaq. Bu da 8-də 1 perioddur. Bunu yaddan. Hə, boşalır, dolur, boşalır. Boşalıb dolur dərkən sistem dövr edir də, gedir belə, qayıdır belə, gedir belə, içində dövr edir də, yəni. Aydındır? Yəni o çıxacaq bir yer yoxdur. Kontur var, rəqs konturu var, bir də induktiv sarağac var. Başqa bir şey yoxdur ki. Bu gedir yəni. Bitənə qədər, nə bilim, nə vaxt ki, bu proses davam edir. Aha. Kondensator çəkmişdik. Kondensator birinci doldurduq. Sonra dövrədən ayırdıq. Kondensator birləşdirdik induktiv sarağaca. Aydındır? Yəni dolu kondensator birləşdirdik induktiv sarağaca və salam. Siz onu tərəfi əhatə etməyəcək. Sizə onun hissəsi lazım deyil. Yəni mən göstərmək istədim ki, mən bunu belə birləşdirsəydim deyəcəkdim ki, mənim kondensator hardan doldu? Necə oldu? Ona görə birinci birləşdirdim ki, kondensator doldu və bu proses başlayır. Aydındır? Bəli. Bir tərəfdə elektrik sahəsinin enerjisi var, bir tərəfdə maqnit sahəsinin enerjisi var. Burada da bizim tam enerjimiz var ki, tam enerjimiz elektrik sahəsinin enerjisi ilə maqnit sahəsinin enerjilərinin cəmi olacaq. Elektrik sahəsinin enerjisinin düsturları nə qədər idi? C kvadratı bölü 2, Q bölü 2, Q kvadratı bölü 2C, düzdür? C kvadratı bölü 2, üstə gəlinsin məsələn, L kvadratı bölü 2. Məsələn, Q kvadratı bölünsün 2C, üstə gəlinsin, Fi bölünsün 2. Nə bilim? Bildiyimiz o tam enerjinin düsturlarını bilirsiniz də. Bunları deməyə, bunları deyib davam et. Yalnızlığı değil, onu da destek. O kinetiki de unuttum. Sen Newton anlatsın zaten. O Newton nasıl çünkü? Metre 2 kavramda metre saniye var. Yaxşı. Aynen, siz gezinin başladılar İnanıram. İndi baxaq. Bax, burada nə dəyişdi? Zaman keçdikcə Q dəyişdi. Hə, artdı, azaldı. U'muz dəyişdi. Artdı, azaldı. Və i'miz və fi'miz dəyişdi. I və fi'miz zamana görə artdı və ya azaldı. Aydındır? Bu artıb azalış da ya sinus ya kosinus qanunu ilə dəyişir. Sinusoid və ya kosinusoid deyə bilərik. Sıxılmış bir forma deyiriksə, onda Q'miz maksimal formadırsa, sıxılmış ya kosinusoid deyirik, yəni başlanğıc olaraq. O zaman biz deyərik ki, Q bərabərdir. Baxın, Q maksimal kosinus omega t. Onda kosinusoidin qrafiki buradan çıxmış olur uşaqlar. Q'nun zamandan asılı qrafiki, baxın bu formada kosinusoid olacaq. Aydındır? Yaxşı. U'nun zamandan asılı qrafiki. U da bərabərdir Q bölünsün C düsturuna görə. Bunlar da düz asılılığı olduğuna görə U bərabərdir U max kosinus omega t. Bu da elə eyni ilə kosinusoid qanunu ilə dəyişir. Doğrudan da hər ikisi ilə də maksimal, hər ikisi ilə də minimal. Razıyıq? Buyurun. U'nun da zamandan asılı qrafiki, bəli, kosinusoid qrafik olaraq nə edəcək? Davam edəcək. Gəlirik i'yə. Baxın, demişdik ki, Q'nun törəməsi nəyi verirdi bizə? i'ni verirdi. Kosinusun törəməsi mənfi sinusla. Bir dənə qarşısına sadəcə mənfisini atırıq. Başqa da bir prosesimiz yoxdur. Onda gəlin biz bu prosesdə deyirik ki, i bərabərdir məhz Q'nun törəməsinə. Bu da bərabərdir. Kosinusun törəməsini tapırıq, olur mənfi. Keçir qabağımıza. Omega keçir Q'nun yanına. Omega Q max sinus omega t. Yaxşımı? Baxın, yeni bir düstur ortaya çıxır. I max bərabərdir. Üzr istəyirəm. I bərabərdir. I max nə edirik? Bunun özünə ehtiyacımız olmayacaq. I bərabərdir. Omega Q max şəklində yazım. Qoy qalsın. O zaman I bərabərdir. I max sinus omega t. Burada da mənfisi ilə. Bu da olacaq sinusoid qrafiki, i'nin zamandan asılı qrafiki
Mənfidir, mənfidir. Sinus sıfırdan başlayır, bəli, sıfırdan başlayır. Buyurun, çıxsın geçsin. Yaxşı, oldu sinusoid qrafiki. Bunlar da bax bu formada. Koşusu birden başlıyor. Bəli, 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 bəli. Nə görürük? Gördüyümüz odur ki, cəryan şiddəti rəqsləri, gərginlik və yükün rəqslərini pi/2 qədər. Yəni buradan başlayıb davam elədi. Qabaqladı. Aydındır? Cəryan şiddəti rəqsləri, bəli, yükün və gərginliyin rəqslərini pi/2 qədər qabaqladı. Pi/2 qədər də bilirsiniz ki, 90 dərəcədir. Yəni keçdi bu tərəfə qabaqlama deyəndə bu yüzdən başlayır. Bu qabaqlama anlayışını mən sizə ayrılıqda bir gün vurğulayacağam. Kömək göstərəcəm. Bəli, burada da uşaqlar omeqamızın düsturu var. Omega bərabərdir 1 kök altında L-S düsturudur. L induktivdir, S də tutumdur. Omeqamızın özü də 2pi/T düsturu deyildimi? Bəli, omeqamızın özü də 2pi/T düsturudur. Bərabərdir, bəli, 1 kök altında L-S. Mən buradan T-ni tapdığım zaman 2pi kök altında L-S. Məşhur bir düsturuydu bu düstur. Əvvəl tez-tez qəbullar düşərdi Thomson düsturu deyə. Məşhur düsturudur. Christian Huygens düsturudur, Thomson düsturu. Tez-tez düşərdi. Amma son zamanlarda düsturdur deyə sadə olduğu üçün çox vaxtı salmırlar. Amma unutmayın Thomson düsturu. Neyse koptu. Necə? Neyse koptu. Bir daha. Hə. Tezlik gəldikdə tezlik onda 1/2pi bunun tərs qiyməti olacaq da kök altda L-S. Məsələn, period tezlik L-dən S-dən başqa heç bir şeydən asılı deyil, bunu unutmayın. Bəzən bunu biz aça bilərik. 2pi kök altında L-in yerinə mu L0 vurulsun, epsilon 0 S/D yaza bilərik. Epsilon əlavə edə bilərik. Tutum necə artırdı? Elektrik nüfuzluğu ilə, sətin sahəsi ilə qulaq. Sonra məsafə və s. Aydındır. Bunlardan asılıdır. Yəni bizim tutumlu periodumuz da onlardan asılı ola bilər. Razılaşdıqmı? Bəli. Bizim burada da artıq deyə biləcəyimiz elə də bir proses qalmadı. Elə də bir prosesə ehtiyac qalmadı. Bu da bizim deyəcəyimiz elektromaqnet rəqs prosesinin sonu. İndi gəlirik elektromaqnet rəqslərlə dalğalara. Daha doğrusu elektromaqnet dalğalarla mexaniki dalğaları araşdıraq, birlikdə müqayisə edək, yekunlaşdıraq. Buraya yazıram elektromaqnet dalğaları. Buraya yazıram mexaniki dalğalar. Elektromaqnet dalğalarla mexaniki dalğaları birlikdə müqayisə edək. Müqayisə prinsipi nəzərin o vaxtdan bəri çox da düşməyib, amma Venn diaqramı qurub soruşada bilərlər sizdən. Risklidir, çünki sizdən deyərlər müqayisə edin, görək, ayıraq. Çünki mən qarşıma çıxmayıb, yəni qəbul imtahanında düşsün ki, elektromaqnet dalğalarına mexaniki dalğalar, bəlkə hər hansısa birisində olarsa da çox kiçik bir versiyada düşər. Belə böyük bir formada düşməz, amma gəlin ayıraq elektromaqnet dalğa. Birinci mexaniki dalğaları yadımıza salaq. Mexaniki dalğalar enli və uzunlu olurdu, düzdür? Eninə və uzununa. Amma elektromaqnet dalğaları yalnız eninədir. Uzuna deyil, eninə dalğalardır. Bunlar eninə və uzununa dalğalarımızda bərk maye mühitlərində və s. yayıla bilirdilər. Vakuum xaric uzununa dalğalar bütün mühitdə yayılırdı. Amma vakuum xaric. Bilirsiniz ki, mexaniki dalğalar vakuumda yayıla bilmir. Bunu yaddan çıxartmayaq. Yazıram ki, vakuum xaric bütün mühit. Yayılır. Amma elektromaqnet dalğaları tərsinədir. Vakuum daxil bütün mühitdə yayıla bilir. Vakuum
daxil bütün mühitdə yayılır. Vakuum daxil bütün mühitdə yayılır. Gəlin birinci bir elektromaqnit dalğa deyəndə nəyi nəzərdə tutacağıq? Wi-Fi, telefon dalğaları, radio dalğalar, nə bilim, rentgenlər və s. nə görürsünüzsə bu şua ilə bağlı olan bir proseslər yoxdur. Hamısı elektromaqnit dalğası. Bunun sərhəddi yoxdur. Suyun altında da, nə bilim, suyun üstündə də, torpağın altında hamısını tutur. Yəni bunun ölçüsü yoxdur. Ay aman vakuum tam tərsinə sistemə birazdan baxacağıq ki, ən yaxşı yayılma mühiti vakuum mühitidir. Yəni havasız mühitdən söhbət gedir. Ən yaxşı yayıldığı nöqtə həmən o mühitdir. Aydındır. Bizim o rəqs hissəsi asandır, amma bu elektromaqnit dalğası da asandır, amma dərsi uzundur. Niyə? Çünki bu gün nöqtəsini qoyacağıq elektromaqnit dalğalarının nöqtəsini qoyacağımız dərslərin üzərində 5 dənə dərs duracaq. Yəni bu dərsin üzərində elektromaqnit dalğalarına əhatəli danışacağıq. Həndəsə optika buna bağlıdır. İşıq kvantları, dalğa optikası, atom fizikası ki, bunlara bağlıdır. Aydındır. Ona görə biləsiz, bu elektromaqnit dalğa hissəsi əhəmiyyətlidir. Bir balaca vacibdir. Ona görə bu hissəsini xüsusi diqqət yetirməyiz lazımdır ki, prosesdə biz indi elektromaqnit dalğaların altını dolduracağıq. Yaxşı, baxağın. Necə? Bilmirəm onu. Onu bilmirəm. Onu bilmirəm. Uşaqlar, mexaniki dalğalar üçün sizin üçün bir şey hazırlayın. Bax, beləcək bir cədvəl kimi özümüz düzəldək belə. Bu formada bir cədvəl kimi bir şey düzəldək. Məsələn, bura yazaq vakuum. Bura yazaq hava. Bura yazaq su. Bura yazaq polad. Nə bilim, şüşə, polad, nə istəyirsə yazaq. Bilirsiniz ki, mexaniki dalğaları səs dalğalarından danışaq məsələn. Səs dalğaları ən kimi deyim də, daşıyıcı kimi zərrəcik daşıyır. Havada olan zərrəciklər, cisimlərin daxilində olan zərrəciklər daşıyır. Əgər vakuumda zərrəcik yoxdursa, bunu daşıya bilən bir proses varmı? Yoxdur. Ona görə də mexaniki dalğalar vakuumda deyirik, xaric bütün mühitdə yayılır. Ona görə də mexaniki dalğaların vakuumda yayıla bilmir. Sürəti sıfırdır. Dalğa uzunluğunda da sıfır götürə bilərik. Aydın yoxdur da. Çünki zərrəcik yoxdur. Elə bir ki, danışırsan, sən eşidilmirsən. Aydındır. Niyə? Çünki mənim səsimi sənə çatdıracaq bir proses yoxdur ortada. Başa düşürük? Çünki mən danışarkən mənim səsim sənə gəlib çatması üçün mütləq zərrəcik olmalıdır. Bu zərrəcik də yoxdursa, mənim səsim gəlib sənə çatmayacaq. Aydındır. İkincisi, hava mühiti. Hava mühitində zərrəcik var, amma nisbətən seyrəkdir bu zərrəciklər. Nisbətən seyrəkdirlər. Ona görə də bir-birinə dəyib çatdırıb, çox uzaq məsafəyə enerji çatdıra bilmirsən. Çox uzaq məsafəyə gedə bilmədiyi üçün, çox böyük bir enerjisi olsun. Çox böyük bir məsafəyə getmədiyi üçün, ona görə səsin havadakı sürəti təqribən 340 metr bölü saniyədir. Aydındır, səsin havadakı sürətidir. Suya keçəndə, suda zərrəciklər bir-birinə nisbətən daha çox yaxındırlar. Burada bunlar bir-birlərindən daha rahat toqquşa bilirlər deyə, daha rahat bir-birlərinə səs ötürə bilirlər deyə, sudakı sürətimiz saniyədə 1500 metrdir. Ona görə də V-su 1500 metr bölsə suda keçmir, suda yayılır. Suyun daxilində. Bəzən deyirsiniz ki, mən yuxarıdan qışqıram, suyun altında eşitmir, siz havadan suya keçirtməyin. Suyun içindən söhbət gedir, suyun altında dayansın, suyun altında səs edin. Aydındır? Mən sizə demişdim də, suyun altında üzərkən, məsələn, fikir verirsiniz, uzaq bir məsafədən bir motorlu qayıq hərəkət edir, elə bilsən sənin yanında hərəkət edir. Çünki görürsən ki, heç nə yoxdur yanında. Səbəb, çünki suyun altında çox güclü bir səs yayılımı yaşanır. Aydındır? Gəlirik polada. Poladda zərrəciklər bir-birinə o qədər yaxındır ki, səsin sürəti, bax burada səsin sürəti təqribən 5000 metr bölü saniyədir. Aydındır, poladda.
Ona görə də dalğa uzunluğu müqayisə edəndə polad da böyükdür lambda sudan, o da böyükdür lambda havadan, orada da onsuz da sıfırdır. Hə? O zaman gəlin vakuma keçək. Vakumda proses necədir, nə formadadır? Buna ciddi baxaq. Uşaqlar, təbiətdə tapılmış ən güclü sürət, ən yüksək sürət işığın sürətidir. O da elektromagnetik dalğasıdır. Ən böyük sürətdir. Kiçik S hərfindən yazırıq. İşıq sürəti. S hərfindən yazırıq. 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyə. Saniyədə 300 min kilometr deməkdir. Yəni bir saniyədə. 3 vur 10 üstü 8. Çox böyük bir rəqəmdir uşaqlar. Çox böyük bir rəqəmdir. Hansı alimin dediyini bilmirəm, amma çox gözəl bir söz deyir. Günəşin deyir, yer kürəsinin üzərinə işıq düşməsi bir qarpızın üzərinə işıq düşülməsi kimi bir şeydir. Qarpızın üzərinə işıq düşəndə necə ki birdən-birə işıqlanırsa qarpız, yer kürəsi də o ani, bu boyda yer kürəsi çox ani bir şəkildə işıqlanır. Gəliş çatır 8 dəqiqəyədir. Amma yer kürəsinin işıqlanması isə ani bir anlıq işıqlanır. Aydındır? Elə bir ki, kimsə fanarla yer kürəsinin üstündən tutub bir anlıq qarpız necə işıqlanarsa, yer kürəsi də elə işıqlanmış olur. Bir anlıqdır. Günəşdən 8 dəqiqə gəlib çatır deyir. Necə? Səndə də o qədərdir, desən. Hə, o zaman təbiətdə, yəni tapılmış ən yüksək sürətdir, yəni işıq sürəti, bunu unutmayın. O da elektromagnetik dalğasıdır. Başlayacaq, gələsin, mən əvəzmisən. Hə, uşaqlar, bu vakumdakı sürətimizdir. Amma mühitdə sürətimiz belə olmayacaq. Səbəb nədir? Niyə azalır? Suya keçəndə işığın sürəti nə qədər azalacaq? Şüşədə işığın sürəti nə qədər azalacaq? Filan şeydə nə qədər olacaq? Fəsmə şeydə nə qədər olacaq? Onlarla sizlə birlikdə baxaq. Uşaqlar, normal sürətimiz vakumdakı sürətimizdən sındırma əmsalı qədər azdır. Yeni bir kəmiyyət ortaya girir. Sındırma əmsalı. Arzu, pəncərəni aça bilərikmi biraz? Buxarı açarsan ki, biraz çox da şey eləməz, səs gəlmir. Hə, aç. Aha, aç, normal aç, qalsın elə. Yox, normal aç, qalsın, təşəkkür edirəm. Bəli. Sındırma əmsalı. Nədir sındırma əmsalı? Uşaqlar, N bərabərdir, S bölünsün V. İşıq sürətində vahidi metr bölü saniyə, sürətimizdən vahidi metr bölü saniyə vahidi olmayacaq, düzdürmü? Vahidi yoxdur. Sındırma əmsalı işığın vakumdakı sürətindən mühitdəki sürətini bir-birindən ayırır. Yəni, havadakı zərrəciklər var, işıq şüası o zərrəciklərlə toqquşaraq sınır və sürəti zəifləyir. Aydındır. İşıq şüası zərrəciklərlə toqquşur, toqquşduğu üçün çox keçib gedə bilmir və azalır. Nə qədər azalır? Həmən o mühitin, biz o dedik dielektrik ki, həmən o mühitin sındırma əmsalı qədər azalır. Məsələn, deyirik ki, gəlin burada da bir kiçik mühitlər ayıraq. Bura olsun hava, havada sındırma əmsalımız 1-dir. Demək olar ki, sürətimiz dəyişmir, elə oyun olduğu kimi qalır. Suda, şüşədə. Məsələn, burada polad yaza bilər, amma poladdan olsa bir şey olası deyil. Məsələn, havanın sındırma əmsalı 1. Suyun sındırma əmsalı nə bilim, neçə götürürsə götürür. 10 min mi götürürsən, 3 mi götürürsən, neçə götürürsən götür. Fərqi yoxdur. Məsələn, suyun sındırma əmsalına yazaq ki, 2-dir, hə? Onda gəlin, baxaq görək, onda suda sürətimiz nə olacaq? V bərabərdir, S bölünsün N. Onda 1/5 vurulsun 10 üstü 8. Razısan? 1/5 vurulsun 10 üstü 8. Necə? Az dəyişdi, amma biz onda çox aldacağıq sındırma əmsalını. Ki, səbəb nədir? Biz buradan günəşi görə bilirik. Buradan günəşə nə bilim, neçə min kilometr məsafə var da, milyon deyək, milyon. Amma suyun daxilində 20-30 metr dərinə getdinsə günəş görünmür. Niyə? Çünki günəşdən gələn şüaları su sındırır. Zərrəcikləri qoymur, keçə bilmir.
Biraz aşağı gedirsən, başlayır qaranlıq bir yerə gəlib düşürsən. Artıq görünmür. Səbəb suyun sındırma əmsalı çoxdur deyə. Aydındır? Biraz dərinliyə getsən artıq günəş görür. Biraz 2-3 metr getsən artıq günəşə baxa bilirsən. Biraz da dərinləşirsən, baxıb görürsən ki, göründü bir də qaranlıq. Məsələn, ona görə daha dərinliklərə gedəndə qaranlıqdır. Elə düşünsən, elə bir şey qaranlıq bir ortama. Baxsaz belə suyun altındakı videolara baxasınız ki, qaranlıq bir ortamdır. Səbəb? Çünki şüa ora gedib çatmır. Şüa sonra gedib çatmır. Sınır və paylanır, dağılır, çıxır, gedir yəni. Şüşədə sındırma əmsalı daha çoxdur. Aydındır. Məsələn, biraz qalın şüşə oldu mu, 1 metr, 2 metr, günəş şüası bura çox çətin keçir. 5-6 metr mi, 10 metrdən sonra işıq şüası demək olar ki, minimuma inəcək. İçəri olacaq qaranlıq kimi. Görün, şüşənin sındırma əmsalı daha çoxdur. Məsələn, deyək ki, şüşənin sındırma əmsalı məsələn olsun 10 məsələn. Aydındır. O derece mesela 0-10'da 3 vur 10 üstü 8 mesela. Yani 3 vur 10 üstü 7 olsun. Neyse. Polatdan o tarafa keçebilir. Dəmiri keçebilir. Dəmir keçəmir də. Düzün burada mesela bizim artıq işığın sürəti 0. İşığın sürəti deyəndə sürətini götürək də. Yəni V bərabər olacaq 0'a. Keçmir axı. Keçə bilmir. Dəmir keçə bilmir də. Yəni o sındırma əmsalı çox böyükdür. Başa düşürük, sındırma əmsalı qədər azaldı. Yadınızdan çıxartmayın. Lambdası da eyni ilə elədir. Lambda 0 bölünsün n'dir. Ona görə də yaddan çıxartmayın. Lambda 1 bölünsün lambda 2, V1 bölünsün V2, o da bərabər olmalıdır. N2 bölünsün N1. Sındırma əmsalı ilə necə asılıdırlar? Tərs. Amma sındırma əmsalı onlardan asılı deyil. Mühitin xassələrindən asılı olan şeydir. Hər mühitə görə dəyişir. Aydındır? Mühitin xassəsinə görə sındırma əmsalı məhz dəyişir. Bunu yaddan çıxartmayaq. Aha. Baxın, gördünüzmü? Onda belə bir şey tərif qoya bilərik ki, İsmail, seyrək mühitdən sıx mühitə keçəndə mexaniki dalğalar artdı, elektromaqnit dalğaları sürəti və dalğa uzunluğu azaldı. Bunu yaddan çıxartmayaq. Tamam. Bunların hər ikisinin ortaq cəhəti var. Hər ikisinin ortaq cəhəti var. Hər ikisinin ortaq cəhəti odur ki, mühitdən mühitə keçərkən period tezlik dəyişməz mexaniki dalğalarda. Hər ikisinin ortaq cəhətləri period tezlik dəyişməz. Hər ikisi dalğadır deyir. Yalnız enerji daşıyırlar, maddə daşıya bilmir. Unutmayın, dalğa maddə daşımır. Yalnız enerji daşıyır. Bəli, yalnız enerji daşıyır. Yalnız enerji daşıyır. Bəli, bunların ortaq cəhətləridir. Bunları unutmuruq. Başqa biz nə deyə bilərik ki? İndi biz elektromaqnit dalğası baş verməsi üçün müxtəlif şərtləri deyəcəyik. Amma bu hissə tam aydın oldu mu? Problem yoxdur ki, yəni burada elə bir fərqli bir proses yoxdur. Bəli, elektromaqnit dalğası baş verməsi üçün bir yüklü zərrəcik təcilli hərəkət etməlidir. Birinci şərt budur. Yüklü zərrəcik təcilli hərəkət etməlidir. Ona görə də iki şeyin altına xətt çəkəcəm. Bir təcilin, bir də yüklü zərrəcik. Məsələn, deyir ki, neytron yeyinləşən hərəkət edir. Amma bu yükü yoxsa yarada bilməz. Amma deyir ki, proton tormuzlayaraq, məsələn, bu sahədən o sahəyə, tormuzluysa yavaşlayır. Yəni, təcil var ortada. Yeyinləşirsə, yavaşlayırsa və yüklü zərrəcikdirsə artıq elektromaqnit dalğası yaşanır. Tural, sən Allah, son axırlardır, bir balaca. Elə modzat dəyişmir, hər şey yaxşı. Əla dedim, 5-ci. Onun elektromaqnit dalğası uşaqlar elektrik sahəsinin intensivliyi ilə maqnit sahəsinin induksiyasının birlikdə hərəkəti zamanı sağ sivri bulğu qaydası ilə dalğaların formasını yaradaraq hərəkət edir uşaqlar. Bu formada biz deyirik ki, Y, V və
B. Bunlar üçü bir-birlərinə perpendikulyar olaraq hərəkət edirlər. Y, B-nin üzərinə gəlmək şərti ilə hər ikisi eyni anda maksimal, hər ikisi eyni anda minimal. Maksimal. Ona görə də hər ikisi eyni fazada rəqs edir deyə fazalar fərqi sıfırdır. Yaxşı. Fazalar fərqi sıfırdır. Fazalar fərqi sıfırdır. Hər ikisi çünki məhz eyni fazalarda rəqs edir uşaqlar. Aha. Zəhmət olmasa bir qələmi verərsən, bir də qələmi ver mənə. Mən bunu sizə daha rahat başa salım. Ondan sonra tutaq ki, bu Y-dir, bu B-dir, bu da onların hərəkət sürətidir. Bunların üçü də bir-birinə perpendikulyardırlar. Aralarındakı bucaq 90 dərəcədir. Fazalar fərqi sıfırdır. Üçü sağ-sivri burğu qaydasıyla bu formada rəqs edirlər. Aydındır. Bu formada bu sürətdir. Y, B-nin üzərinə gəlmək şərtlə bu formada hərəkət edirlər. Aydındır. Bunu bu formada da nəzərə verə bilərsiniz. Bəzən də belə də göstərə bilir. Yaxşımı? Bu hərəkət sürətləri, bu Y, bu B bu formada hərəkət edərək gedir. Kitablarınızda bəzən bunu da göstərmiş olur. Yaxşı, yadınızdan çıxmasın. Bəli, yadımızdan çıxmasın. Bu hissəsi də belə, uşaqlar, demək ki, elektromaqnit dalğalarında baş verməsi üçün yüklü zərrəciyimiz təcili hərəkət etməlidir. Demək, şüalanma seli sıxlığı var, uşaqlar. Get. Bir dəqiqədə saxlayarsan. Amma şey eləmə, saxla sadəcə. Demək, elektromaqnit dalğaları özü ilə enerji daşıyırlar, uşaqlar. Vahid həcmə düşən enerji sıxlığı deyirik, uşaqlar. Enerjinin həcmə nisbəti, vahid həcmə düşən bu enerji sıxlığıdır. Enerji sıxlığı yadınıza gəlir. Bəli, bundan danışmışdıq biz. Kondensatorda Joule bölünsün metr kubu yadımıza düşür. Yadınızdan çıxartmayın. Burada şüalanma seli sıxlığı var, uşaqlar. Böyük İ hərfi ilə işarə olunur. Gücün sətin sahəsinə nisbətidir. Bizim gücümüz də ki, enerjinin zamana nisbətidir. Yerinə yazdığımız zaman enerjinin S vurusun T-yə nisbətidir. Delta T də yazsanız lap yaxşı olar. Bu sferanın sahəsidir. Şüalanma selinin sıxlığın vahidini də buradan təyin edə bilərsiniz, uşaqlar. Deyəcəm. Orada bəli. Demək, watt bölünsün metr kvadratıdır. Şüalanma seli sıxlığıdır bu. Şüalanma seli sıxlığı. Bəli. Buradan da bizim üçün, yəni ifadədə, onsuz da bu sahəni aça bilərik. Enerji bölünsün 4pi R kvadratı vur delta T. Bizim şüalanma seli sıxlığı yaddan çıxartmayın. Məsafənin, yəni o məsafə dedik də, oradan mərkəzə olan məsafəsi dedik, kvadratı ilə tərs, tezliyin 4-cü dərəcəsi ilə düz, bir də dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərs asılıdır. Bu çıxarışdır. Bu uzun bir çıxarış forması var. Bunu mən sizə bir dəfə çıxarış forması verirəm. Bəli, uzun bir çıxarış forması var. Amma düz asılıdır. Bunlarla tərs. Riski məxrəcdə tərs asılıdır. Bizim şüalanma seli sıxlığı da eyni ilə o enerji sıxlığı ilə, yəni bərabər götürsək daha yaxşı olar. Bərabər enerji sıxlığı vursun, işığın sürəti də verə bilərik. Lap yaxşı uşaqlar, elektromaqnit dalğalarına kiçik bir dənə şey çəkəcəm. Yəni təqribi sizə bir təsəvvür oyansın deyə. Elektromaqnit dalğalarına hansı misalları verə bilərik? Ən birinci başlayır
qamma şüaları. Ondan sonra gəlir rentgen şüaları. Hə? Ən güclü qamma şüalarıdır. Ondan sonra gəlir rentgen şüaları. O siyahısı həmişə yadda qalan bir proses olmur. Baxın. Baxa bilsəm onun şeylərinə çox gözəl olar. 3-ün 5-ini yazsaq bizim üçün bəsdir. Əsas göstərməli kimi olsun ki, rentgen şüaları, qamma şüaları, rentgen şüaları, sonra bura ultrabənövşəyi. Hani MRT'de hansı şu an var? Bu nədir? MRT. Ha, o rentgendir da. MRT dediğimiz proses odur. Rentgen. Sonra infraqırmızı, radyo dalğalar. Qırmızı. Radyo dalğa. Bir də uşaqlar, alçaq tezlikli şüalar var. O burada yoxdur. Alçaq tezlikli. Hə. Baxın uşaqlar. Bunun dalğa formasını çəkəsi olsa, bax bunların dalğa uzunluğu burada çoxdur. Bura gəldikcə biraz daha çəksəm daha yaxşı olar. Bunların dalğa uzunluğu çoxdur. Yaxınlaşdıqca dalğa uzunluğu azalır, amma tezliyi çoxalır. Formasını belə çəkəsi olsaq, tezlik get-gedə artır, dalğa uzunluğu azalır. Yəni belə bir ox qoyduğumuz zaman uşaqlar, bu tərəfin, yəni qamma şüaların enerjisi, tezliyi, impulsu böyükdür. Yaddan çıxartmayaq. Enerjisi, tezliyi, impulsu maksdır, amma sürəti və dalğa uzunluğu minimaldır. Bu tərəfə doğru getdikcə, bilirəm niyə qaşı turşutdun, sürətlə impulsa görə qaşın. Bu tərəfə doğru getdikcə tezlik, enerji və impuls minimal olur, amma sürət və dalğa uzunluğu maksimal olur. Bəli, radyo dalğalar çox uzaq məsafələrə gedir. Enerjisi azdır, amma uzaq məsafələrə ötürmək üçündür. Radyo dalğaları, nə bilim, alçaq tezlik şüaları enerjisi azdır, tezliyi azdır, impulsu azdır, amma dalğa uzunluğu və sürəti böyükdür. Bu tərəfə doğru gəldiksən, enerjisi, tezliyi, impulsu maksimal olur, amma sürət və dalğa uzunluğu minimal olur. İndi sizlə müəyyən olan məsələ odur ki, mənim burada impulsumuz sürətlə necə əlaqəlidir? Bəs impulsumuz burada sürətdən asılı deyil. Bu prosesdə xeyr, impulsumuzun asılı olduğu məsələ orada enerjidəndir. Normalda bizim elektromaqnit dalğasına biz işığın sürəti kimi baxası olsaq, sürət dəyişmədiyi üçün işıq sürətindən söhbət gedir. Yəni əsas ona. Ona görə də impulsumuz orada işığın sürətinə asılı olmur. Əsas asılıdır işığın enerjisindən və dalğa uzunluğundan. Aydındır? Yəni tezlikdən və dalğa uzunluğundan asılıdır. Əsas məsələsi odur. Necə? Başa düşmədim. Bir daha. Bəli. Bəli, bunlar hamısı o sürətlə işləyirlər yəni. Yəni sürət olaraq onların işlədiyi sürətlər odur. Bütün telefon şanlılar və s. Bütün prosesin hamısı ilə işləyirlər.